Hər vaxtınız xeyir. Bugün sizinlə elektronikada balaca, amma inanılmaz dərəcədə güclü bir komponentdən danışacağıq. Əməliyyat gücləndiricisi ya da hamımızın bildiyi adıyla op-amp və onu maraqlı edən bir mifdən bəhs edəcəyik. Bəli, tamamilə doğru eşitdiniz. Müasir analoq sxemlərin demək olan ki, hamısının canında olan bir komponent var ki, o, əslində heç vaxt mövcud olmayan bir ideala, bir növ mifə əsaslanır. Elə isə gəlin, bu mifə baş vuraq, görək onun pərdə arxasında hansı həqiqət gizlənir. Yaxşı, bu sirli komponentin dərinliklərinə getməzdən əvvəl, gəlin ən təməldən başlayaq. Ümumiyyətlə, op-amp nə olan şeydir və müasir texnologiya üçün niyə bu qədər əhəmiyyətlidir? Ən sadə dillə desək, op-amp bir gərginlik gücləndiricisidir. Onun işi nədir? O, iki giriş arasındakı çox kiçik bir gərginlik fərqini götürür və onu dəfələrlə böyüdüb çıxışa verir. Məhz bu sadə funksiya onu filtrlərdən tutmuş səs sistemlərinə qədər saysız-hesabsız tətbiqin ürəyinə çevirir. Və indi gəldik misə. Təsəvvür edin ki, mühəndislər bu komponentlə təzə işləməyə başlayanda bütün o riyazi hesablamalar baş ağrısı idi. Onlar da işlərini asanlaşdırmaq üçün dahi bir şey düşündülər. Gəlin bunun nəzəri, yəni mükəmməl bir versiyasını yaradaq. Beləliklə, tanış olun. İdeal op-amp. Yəni ideal op-amp. Sanki bir super qəhrəmandır. Düşünün, gərginliyi sonsuz dərəcədə gücləndirə bilir, girişləri o qədər həssasdır ki, dövrədən bir zərrə qədər də olsun cəryan çəkmir. Sonsuz müqavimət. Və çıxışında heç bir güc itkisi yoxdur, yəni sıfır müqavimət. Və bu hələ hamısı deyil, o istənilən siqnalı, fərqi yoxdur, hansı tezlikdədir, anında gücləndirir və ətrafdakı bütün o arzu olunmaz səsləri, küyü tamamilə yox edir. Fantastik səslənir, hə? Amma əlbəttə, unutmayaq ki, bu sadəcə bir idealdır. Bəs reallıq bu mükəmməl miflə nə dərəcədə üst-üstə düşür? Gəlin indi, ideal və real op-ampları üz-üzə qoyaq, görək fərqlər harda gizlənib. Gəlin elə ilk və bəlkə də ən heyrətləndirici xüsusiyyətdən başlayaq. Gücləndirmə, yəni op-amp siqnalı nə qədər böyüdə bilir? Baxın, fərq həqiqətən də başçıcəlləndiricidir. İdeal op-amp nəzəriyyədə sonsuz gücləndirməyə malikdir. Real op-amplər isə sonsuz olmasa da inanılmaz dərəcədə yüksək bir gücləndirmə verir. Yəni 20.000 dəfədən 200.000 dəfəyə qədər. Bu o deməkdir ki, o 1 milivoltu göz qırpımında 200 volta çevirə bilər. Bəs bu nə anlama gəlir? O anlama gəlir ki, real op-amplər o ideala o qədər yaxındır ki, çox vaxt elə onu ideal kimi götürə bilirik. Və ən maraqlı tərəf elə budur. Bu, dəli kimi yüksək güclənmə mühəndislərə mənfi rəy deyilən bir üsuldan istifadə etməyə imkan yaradır. Bu üsulla onlar o nəhəng gücü sanki ram edirlər və gücləndirməni istədikləri dəqiq bir rəqəmə, məsələn 10-a ya da 100-ə sabitləyə bilirlər. Məhz bu op-ampi bu qədər çevik və güclü bir alətə çevirir. Yaxşı, gəlin indi də op-ampin dövrənin qalan hissəsi ilə necə danışdığına baxaq. Söhbət giriş impedansından, yəni onun giriş müqavimətindən gedir. İdeal op-amp mükəmməl bir dinləyicidir. O, ölçdüyü siqnaldan heç bir enerji, heç bir cəryan çəkmir. Bu da o deməkdir ki, siqnal mənbəyini heç bir şəkildə yormur və ölçmənin özü siqnalın keyfiyyətinə zərrə qədər də təsir etmir. Həqiqətdə isə op-amplər çox, amma çox cüzi bir cərəyan çəkir. Bu cərəyan o qədər kiçikdir ki, söhbət pikoamperlərdən gedir, yəni amperin trilyonda birindən. Bu, sanki bir saniyədə cəmi bir neçə elektronun hərəkəti deməkdir. Buna görə də əksər hallarda bunu heç nəzərə də almırıq. Yəni, yenə də görürük ki, real op-amp o mükəmməl mifə heyrətamiz dərəcədə yaxındır. Yaxşı, əgər op-amp siqnalı bu qədər mükəmməl dinləyirsə, bəs onu dövrəyə necə ötürür? Bax, burada artıq çıxış impedansı işə düşür. İdeal op-amp mükəmməl bir gərginlik mənbəyidir. Onun daxili müqaviməti sıfırdır. Bu o deməkdir ki, heç bir daxili itki olmadan bütün gücünü birbaşa yükę, yəni dövrənin növbəti hissəsinə ötürə bilir. Real op-amplərin isə təbii ki, kiçik bir daxili müqaviməti var. Amma bu müqavimət o qədər aşağıdır ki, op-ampin çıxışı onsuz da çox güclü bir gərginlik mənbəyi kimi davranır. Bu da onun müxtəlif yükləri çox rahatlıqla idarə etməsinə imkan verir. İndi gəldik op-ampin əsl super güclərindən birinə. Ümumi rejim rədd nisbəti, ya da qüssəcə CMRR. Bu, onun səs-küyə qarşı mübarizə aparmaq bacarığıdır.
Bir anlıq təsəvvür edin ki, səsküylü bir otaqda kiminsə pıçıltısını eşitməyə çalışırsınız. Otaqdakı o ümumi səsküy həm sizə, həm də pıçıldayan adama eyni dərəcədə təsir edir. Bax, CMRR, OpenPin məhz bu ümumi səsküyü qulaqardına vurub, yalnız pıçıltı ilə sizin aranızdakı o kiçik, faydalı fərqi gücləndirmə bacarığıdır. Məhz bu xüsusiyyət onu səsküylü mühitlərdə inanılmaz dərəcədə dəyərlidir. Proses olduqca ağıllıdır, hə? Op-amp hər iki girişə gələn siqnallara baxır, eyni olanları tanıyır və onları rədd edir. Yalnız və yalnız iki giriş arasındakı fərqi, yəni bizim əsl siqnalımızı gücləndirir. İdeal op-amp bunu mükəmməl şəkildə edir. Yəni CMRR-ı sonsuzdur. Real op-ampların isə sonlu, amma yenə də çox yüksək CMRR-ı var ki, bu da onları səsküyə qarşı çox effektiv edir. Yaxşı, bu qədər müqayisə etdik, bəs ideal və real arasındakı bu fərqləri bilmək bir mühəndis üçün niyə bu qədər vacibdir? Deməli, əsas məsələ budur. İdeal model dövrün ümumilikdə necə işlədiyini tez bir zamanda anlamağımız üçün güclü bir alətdir. Amma real xüsusiyyətləri isə komponentin hədlərini, yəni limitlərini göstərir. Mühəndislər də məhz bu qeyri-mükəmməllikləri nəzərə alaraq nəzəriyyəni praktikaya çevirir. Daha dəqiq, daha etibarlı sxemlər yaradırlar. Beləliklə, bütün bu araşdırmamızdan hansı nəticələri çıxarmalıyıq? Gəlin əsas məqamları bir daha nəzərdən keçirək. Əslində, bu cümlə bütün hekayəni yekunlaşdırır. İdeal op-amp realda mövcud olmasa belə, o, real dünyadakı komponentlərin davranışını anlamaq və proqnozlaşdırmaq üçün bizə inanılmaz dərəcədə güclü bir çərçivə verir. Real op-amplar mükəmməl deyil, amma mükəmməlliyə o qədər yaxındılar ki, elektronika dünyasında sözün əsl mənasında inqilab ediblər. Bu balaca komponent tibbi cihazlardan tutmuş kosmik gəmilərə qədər hər şeyi mümkün edib. Onun qeyri-mükəmməlliyi əslində elə onun gücüdür. Bəs sizcə, bu kiçik amma qüdrətli komponentin gücləndirəcəyi növbəti böyük kəşf nə olacaq? Həqiqətən də düşünməyə dəyər. Dinlədiyiniz üçün təşəkkürlər.